Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademiyinin Azərbaycan dili müəllimi Sayılova Xalidə. Bu gün sizlərlə keçirilən 6-cı siniflər monitorinqi üçün keçirilən sınağın izahına baxırıq. Toplam sınağımızda 2 mətn var, 25 sualdan ibarətdir. Gəlin ilk mətnimizlə başlayaq. İlk mətn kirpinin fəndi mətnidir, bədii mətndir. Oxuyaq. Çox qədim zamanlarda tülkü və kirpi dostluq edirdilər. Birlikdə yeyir, birlikdə gəzirdilər. Kirpi sakit, səbirli, təmkinli idi. Deməli, kirpi sakit idi, səbirli idi, təmkinli idi. Tülkü həmişə onu tənbih edirdi ki, sən çox sadəlövsən, özün isə öyürdü. Bax, öyrən məndən. Gör necə ağıllıyam. Kirpi tülkünün bu sözlərini dözsə də qəlbində inciyirdi. Bir gün tülkü özünü yenə öyəndə kirpi ona belə təklif etdi. Bu ətrafda canavar üçün qazılmış quyular var. Orada dadlı yeməklər olur. Ovçular canavarları tutmaq üçün belə edirlər. Tülkünün ağzı sulandı. Onlar canavar quyusunun yanına gəldilər. Sürüşüb içinə düşdülər. Doyunca yedikdən sonra çıxmağı cəhd göstərdilər, amma çıxa bilmədilər. Kirpi dedi: "Hə tülkü lələ, gəl indi başını işlət. Axı sən çox ağıllısan. Bəlkə bir fənd işlədərsən buradan çıxaq." Tülkü çox düşündü, amma ağlına heç nə gəlmədi. Kirpi isə özünü xəstəliyə vurdu. "Ah, deyəsən çox yemişəm, qarnım ağrıyır. Tülkü lələ, bəlkə burnunu, qarnımı sığallayasan, ağrısı kəssin." Tülkü burnunu kirpinin qarnına yaxınlaşdırdı. Kirpi tez yumağa döndü. Tikanlar tülkünün üzünə batdı. Tülkü tikanlardan azad olmaq üçün başını elə fırlatdı ki, kirpi vıyıltı ilə çölə düşdü. Quyudan çölə düşdü. Kirpi üst başını çırpıb quyuya yaxınlaşdı. "Görürsən, tülkü, özünü öyməklə deyil, fənd işlətmək lazımdır." Tülkü yalvarmağa başladı. "Kirpi qardaş, nə olar? Mənə də kömək et." Kirpi dedi: "Yaxşı, sənə kömək edərəm, amma gərək söz verəsən ki, daha heç vaxt dostların yanında özünü öyməyəcəksən." Tülkü razılaşdı. Kirpi dedi: "İndi qulaq as. Birazdan ovçu bura gələcək. Sən özünü ölülüyə vur. Nəfəs belə çəkmə. O quyunun içinə düşüb səni yuxarı atacaq. Ovçu quyudan çıxanacan sən qaçarsan." Tülkü kirpinin dediklərinə əməl etdi. Ovçu tülkünü ölmüş bilib bayıra atdı. Tülkü arxasına baxmadan qaçdı. Kirpi öz fəndi ilə özünü də, tülkünü də xilas etdi. Gəlin baxaq birinci sualımıza. Mətndə verilən əsas fikir ən düzgün hansı variantda ifadə olunub? Ən düzgün. Gəlin baxaq. Özünü öymək hər zaman təhlükədən xilas edirmi? Xeyr. Belə bir nəticə çıxarda bilmərik. Dostluq yalnız çətin anlarda sınanır. Mətndən belə bir nəticədə çıxartmaq olmaz. Özünü öymək yox, neyləmək? Vəziyyəti düzgün dəyərləndirmək ağıllılıqdır. Deməli, bizim düzgün variantımız C olacaqdır. Hiylə ilə hər problemi həll etmək mümkündürmü? Xeyr, hər zaman hiylə ilə biz problemləri həll edə bilmərik. Yəni, birinci sualda C variantı. 2. Kirpinin mətndə sakit və səbirli kimi təqdim olunması nəyi göstərir? Baxaq, onun qorxaq olduğunu, xeyr, hadisələrə tələsmədən, düşünərək yanaşdığını, tülküdən zəif olduğunu, heç vaxt risk etmədiyini, xeyr, yəni düzgün budur. Tələsmədən, düşünərək yanaşır. Bu, onun səbirli və sakit olduğunu göstərir. Yəni, doğru variant B variantı. Gəlin 3-cü sualımıza. Aşağıdakılardan hansı mətndə danışılmır? Ovçuların tələ qurması vardımı? Vardı. Tülkünün özünü ağıllı hesab etməsi vardımı? Vardı. Kirpinin fənd işlətməsi var idimi? Var idi. Amma biz görmürük ki, tülkü kirpidən üzr istəyir. Ona görə doğru variantımız D olacaqdır. Gəlin keçək 4-cü suala. Kirpinin tülküyə sonradan kömək etməsi onun hansı xüsusiyyətini daha qabarıq göstərir? Hiyləgərliyini mi? Xeyr, kirpi hiyləgər deyil idi. Qorxaq da deyil idi və təkəbbürlü də deyil idi. Kirpi nə idi? Humanist idi və mərhəmətli idi. Yəni, bu hisslər onda olduğuna görə o kirpiyə kömək elədi. Daha doğrusu, tülküyə kömək elədi. Doğru variant C variantı. 5. Tülkü niyə tez-tez kirpini tənbih edirdi? Onu qorumaq üçün. Xeyr. Özünü ağıllı göstərmək üçün. Kirpini sevmədiyi üçün, xeyr, dost duydular, sevirdi. Kirpi səhv etdiyi üçün, xeyr, kirpinin səhvini biz görmürük. Ona görə düzgün variant B variantı olar. Özünü ağıllı həmişə göstərməkdən ötürü. Kirpinin özünü xəstəliyə vurması hadisəsi mətnin hansı məqamını açır? Gəlin baxaq. Kirpinin zəifliyini, xeyr. Kirpinin ağıldan daha çox gücə üstünlük verdiyini, xeyr. Zəkadan düzgün istifadə etməyin vacibliyini. Bəli, doğru variant budur. Dostluğun təhlükəli olduğunu belə bir məqama da biz rast gəlmirik. Ona görə doğru variantımız C variantı olacaqdır. Gəlin 7-ci suala. Aşağıdakı atalar sözlərindən hansı mətndəki hadisələrin məzmununa daha çox yaxındır? Güc gücdən doğar.
Xeyr, belə bir atılan sözünü biz deyə bilmərik. Yəni tam məzmuna uyğun deyil. Məsələn, özünü öyən neyniyər? Özünü yıxar. Eyniliklə daha doğrusu tülkü kimi ki, özünü öyən neyniyər? Özünü. Dost ad günündə tanınar. Biz bu nəticəni uyğun ola bilər, amma çıxarda bilmərik və qorxaq igid olmaz. Belə bir fikrə də rast gələ bilmirik. Doğru fikir, yəni B variantıdır. Bu da tülküyə məxsusdur. Gələk 8-ci suala. Kirpinin fəndi nə ilə nəticələndi? Kirpin sonunda nə elədi? Tülkü quyuda qaldı, xeyr. Kirpi tək xilas oldu, xeyr. Hər ikisi xilas oldu. Həm dostunu, həm də özünü xilas etmiş olacaq. Yəni doğru variant C variantı. Gələk buna. Mətndə tülkünün obrazı daha çox hansı mənanı daşıyır? Təcrübəli insan, xeyr. Tülkü təcrübəli deyildi. Ya da güclü lider deyildi, ağıllı məsləhətçi də deyildi. Düzgün variant C olacaq. Özünü olduğundan üstün göstərən, təkəbbürlü idi, lovğa idi, həmişə özünü bəyənirdi. Bu da məsələn özünü olduğundan da üstün göstərən insan, adam belə deyək də mənasını daşıyır. 10-cu suala baxaq. Aşağıdakılardan hansı fikri mətndən çıxarmaq olar? Amma bu fikir açıq şəkildə deyilmir. Aşağıdakılardan hansı fikri biz mətndən çıxara bilərik? Yəni belə bir fikrə rast gəlirik, amma bu fikir açıq şəkildə deyilmir. Baxaq, kirpi tülküdən qorxur. Xeyr, biz burada kirpinin tülküdən qorxduğunu görmürük. Tülkü səhv etdiyini anlayır. Bəli, tülkü səhv elədiyini uşaqlar orada anlayır. Lakin biz bunu açıq şəkildə görmürük ki, orada yazılır ki, tülkü səhv etdi. Məsələn, ovçu kirpini görür, belə bir fikir yoxdur. Kirpi tək qalmağı sevir, belə bir fikir də yoxdur. Ona görə düzgün variant onda B variantıdır. Gələk 11-ci suala baxaq. Mətndə işlənmiş düşdülər sözündə baş verən fonetik hadisə hansıdır? Gəlin tələffüz edək. Dülər. Elə bunun tələffüzü də bu formada olacaqdır. Yəni heç bir fonetik hadisə baş vermir. Düzgün variant D variantı. 12-ci sual. Aşağıdakı sözlərdən hansı mətndə mücərrəd isim kimi? Gəlin baxaq. Quyu mücərrəddirmi? Xeyr, biz quyunu görə bilirik. Ovçu mücərrəddirmi? Xeyr, biz ovçunu görə bilərik. Dostluq, dostluq hissdir. Biz dostluq hissini görə bilmirik. Tülkünü görə bilirikmi? Görürük. Canlıdır, toxunmaq olar. Ovçuya da, quyuya da toxunmaq olar. Amma dostluq hissinə toxunmaq olmur. Ona görə doğru variant C variantı olacaqdır. Gəlin 13-cü suala baxaq. Aşağıdakı cümlələrin hansında qoşma işlənmişdir? Tülkü arxasına baxmadan qaçdı, yoxdur. Ovçular canavarları tutmaq üçün quyu qazmışdılar. Kirpi quyuya düşdü, ovçu tez getdi. Deməli, üçün burada qoşmadır. Düzgün variant B variantı olacaqdır. Cümlələrin biri mətndəki tutmaq sözü ilə eyni mənanı ifadə edir. Gəlin baxaq. Bir dəqiqə. Gəlin baxaq, burada sualdakı tutmaq sözünü tapaq. Hansıdır? Bu da verilmişdi, tutmaq. Yəni ovçular canavarları tutmaq üçün. Tutmaq nədir? Yəni müəyyən bir əşya ilə və ya müəyyən bir nə iləsə canavarları tutarlar ovçular. Yəni burada tutmaq bildiyimiz belə deyək də həqiqi mənada olan sözdür. Gəlin indi sualımıza geri qayıdaq. Baxaq, nə deyir? Birində tutmaq eyni məna. Məsələn, əl tutmaq əldən qalıb. Əl tutmaq uşaqlar burada kömək etmək mənasını verir. Kömək etmək mənasını. Burada tutmaq nə idi? Ələ keçirməkdir. Ona görə A getməz. Aynuru qrip tutdu. Burada da eyni olmaz. Yəni qrip gəlib aynuru tuturmu? Xeyr, sadəcə xəstələnmək mənasını verir. Cahandar ağanın dediyi sözlər Şamxalı bərk tutdu. Bərk tutdu, yəni xətrinə dəymək mənasındadır. Bura getdi. Ay camaat, məni tutmayın. Ora gedəcəyəm. Burada ay camaat, məni tutmayın, ora gedəcəyəm. Yəni məni tutmayın, yəni mənə toxunmağı, tutmaq mənasını verir. Əllə tutmaq mənasını verir. Ona görə doğru variant D variantı olacaqdır. Gəlin 15-ci sualımıza baxaq. Üzr istəyirəm. Tülkü burnunu kirpinin qarnına yaxınlaşdırıcı cümləsində neçə mənsubiyyət şəkilçili söz var? Baxaq. Nə etdi? Yaxınlaşdırdı. Nə? Kimi yaxınlaşdırdı? Məsələn, nə yaxınlaşdırdı? Tülkü. Nəyi? Burnunu. Hara? Yəni nəyə? Kirpinin qarnına. Baxaq, deyir mənsubiyyət şəkilçili. Tülkü burada adlıq haldadır və heç bir mənsubiyyət şəkilçisi yoxdur. Burnunu, öz burnu, özünün burnu və özünün burnunu. Əgər burada öz sözü artırsaq, burun sözü sadədir. Məsələn, burun sözü isimdir. Burnu mənsubiyyət, burnunu isə təsirli haldır. Öz burnunu, yəni bu da bir, kirpi, bildiyimiz kirpidir. Kirpinin qarnı,
Yəni kirpinin qarın kimə məxsusdur? Kirpiyə. Deməli kirpi nədir? Qarnın yiyəsidir. Buradakı in şəkilçisi olacaq yiyəlik hal şəkilçisi. Qarnı kirpinin qarnındakı onun qarnı, kirpinin qarnı mənsubiyyətdir. Bu A isə yönlük hal şəkilçisidir. Yəni bir burnuna, bir də qarnında mənsubiyyət şəkilçisi var. Neçə söz var? 2 söz var. Doğru variant A olacaqdır. Gəlin keçəyin bizim ikinci mətnimizə. İkinci mətni oxuyaq. Bumeranqın məhz Avstraliyada icad olunduğuna dair heç bir sübut yoxdur. Son arxeoloji qazıntılar göstərir ki, bumeranqı Avropalılar ixtira ediblər. Qazıntılar zamanı üzə çıxarılmış ən qədim Avstraliya bumeranqlarının yaşı 10-15 min ildir. Dəqiqə, altından xətt çəkək. Karpat dağlarındakı mağaraların birində tapılmış bumeranqın yaşının isə azı 23 min olduğunu müəyyənləşdirilib. Həmin bumeranqın buraya Avstraliyadan gətirildiyini güman etmək olmaz. Təkcə yolun uzunluğuna görə yox, həm də ona görə ki, bu alət mamontun diş sümüyündən düzəldilib. Belə bir qərara gələ bilərik ki, nəticə çıxara bilərik ki, deməli Avstraliyada onda mamontlar olmayıblar. Mamont olmadığına görə və bu bumeranqlar mamont dişindən düzəldiyinə görə, deməli, nədir? Avstraliyadan gətirilməmişdir bura. Beləliklə aparılan araşdırmalar bumeranqın yalnız Avstraliya aborigenlərinə məxsus bir alət olması fikrini təkzib edir. Arxeoloji tapıntılar göstərir ki, bumeranq müxtəlif coğrafiyalarda fərqli məqsədlərlə istifadə edilmişdir. Avropada tapılan qədim bumeranqların materialı və hazırlanma texnikası bunu sübut edir. Xüsusilə mamont dişindən hazırlanmış nümunələr həmin dövrdə Avstraliya ilə Avropa arasında əlaqənin mümkün olmadığını göstərir. Alimlər hesab edirlər ki, bumeranq əvvəlcə ov aləti kimi meydana çıxmışdır. Onun aerodinamik forması ov zamanı uzaq məsafədən hədəfə dəqiq zərbə endirməyə imkan verirdi. Zaman keçdikcə isə bumeranq təkcə ov üçün deyil, həm də müdafiə və mərasim məqsədləri. Yəni burada təkcə ov üçün deyil idi. Əvvəl amma ov üçün yaranır, sonra isə müdafiə və mərasim məqsədləri ilə istifadə olunmağa başlamışdır. Avstraliya aborigenləri bu aləti daha da təkmilləşdirdi. Deməli, kimlər təkmilləşdirmişdi? Avstraliya aborigenləri təkmilləşdirmişdi. Onu geri qayıtmaq xüsusiyyəti qazandırmışdı. Bumeranqın müxtəlif xalqlar tərəfindən fərqli formalarda hazırlanması onun bəşər mədəniyyətində mühüm yer tutduğunu göstərir. Bu alət insanların təbiəti müşahidə edərək sadə materiallardan səmərəli vasitələr yaratmaq bacarığının bariz nümunəsidir. Həm Avropa, həm də Avstraliyada tapıntılar göstərir ki, qədim insanlar elmi biliklərə malik olmasalar da praktik təcrübə yolu ilə aerodinamikanın əsas prinsiplərini mənimsəmişlər. Nəticə etibarilə bumeranqın ixtisarını yalnız bir xalqa və ya bir qitəyə aid etmək düzgün olmaz. Arxeoloji sübutlar bu alətin insanlığın ortaq mədəni irsi olduğunu da göstərir. Müxtəlif dövrlərdə və məkanlarda meydana çıxan bumeranqlar qədim insanların yaradıcılıq qabiliyyətini və düşüncə tərzini əks etdirir. Gəlin keçək suala. Mətnə əsasən hansı fikir doğrudur? Deməli, Avstraliyada mamont yaşamayıb. Biz buradan bu fikri çıxarda bilərik. Doğru variantımız hələ A-dır. Digərlərinə baxaraq Avstraliya kifayət qədər arxeoloji qazıntılar aparmıyor. Bu fikir yanlışdır, aparılıb. Avstraliyada bumeranq misdən düzəldilirdi. Belə bir fikir yoxdur. Bumeranq məhz Avstraliyada icad olunub. Belə də bir fikir yoxdur. Axırda çünki ilk cümlədə biz deyirik ki, yəni sübut olunmayıb ki, Avstraliyada icad olunub. Amma deyir ki, Avstraliyada mamont yaşamır. Deməli, biz mətndə oxuyanda dedik ki, Avropada olan, belə deyək, Karpat dağlarında olan 23 milyon yaşı var idi və deməli bu mamont dişinin hazırlandığına görə belə alimlər araşdırıblar ki, bura Avstraliyadan gəlmir. Deməli nə idi? Avstraliyada mamontlar yaşamamışdı. Doğru variant A-dır. Aşağıdakı fikirlərdən hansı doğru? Tapıntılar göstərir ki, qədim insanlar elmi biliklərə malik olublar. Biz orada cümlədə dedik ki, elmi biliklərə malik olmasalar da praktik təcrübələrə malik olublar. Bu fikir yanlışdır. Bizə doğrunu istəyir. Bumeranq yalnız bir xalqa məxsus olub? Xeyr, bir neçə xalqa məxsus olub. Bumeranq ov aləti olmaqla yanaşı həm müdafiə, həm də mərasim məqsədləri üçün istifadə olunub. Bəli, əvvəlcə ov üçün yaranıb, sonra ov olmaqla yanaşı müdafiə və mərasim məqsədləri üçün istifadə olunub. Bumeranqlar eyni məqsəd üçün istifadə olunub? Xeyr, müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Mətndə Avstraliyada tapılan bumeranqlarla Avropada tapılan bumeranqlarının yaşının müqayisəsi hansı nəticəni sübut etmək məqsədi daşıyır? Avstraliya mədəniyyətinin daha qədim olduğunu, bumeranqın yalnız Avstraliyada yaranmadığını, Avropalıların ovçularla daha bacarıqlı olduğunu, mamontların Avstraliyada yaşadığını. Biz də dedik ki, nə məqsədi daşıyır? Doğru variant B olacaqdır. Bumeranq yalnız Avstraliyada yaranmadığı. Çünki qarşılaşdırılır və
Bu nəticə çıxartmaq olur ki, yəni bumeranq yalnız Avstraliyada yaranmamışdı, Avropada da yaranmışdı. Dedik axı Karpat dağlarında tapılmışdı. Gəlin 19-cu sual. Karpat dağlarında tapılmış bumeranqın mamont dişi ilə hazırlanması hansı fikri daha da gücləndirir? Avstraliya-Avropa arası ticarət əlaqələrinin olduğunu, xeyr. Bumeranqın dini mənasimlər üçün yaradıldığını, xeyr. Bumeranqın Avstraliyadan Avropaya gətirilmədiyini. Aha, doğru fikir uşaqlar C variantıdır. Yəni Karpat dağlarında tapılmış bumeranqın mamont dişi ilə hazırlanması hansı fikri göstərdi? Yəni Avstraliyadan Avropaya gətirilmədiyini fikrini göstərdi. Mamontlar Avstraliyada ovlandığını, xeyr, Avstraliyada mamontlar olmamışdı. Mətndə Avstraliya aborigenlərinin bumeranqa geri qayıtma xüsusiyyətini qazandırması hansı fikir nəticələrir? Onlar bu alətin ilk ixtiraçıları olduğunu, bumeranqın inkişaf prosesi ilk ixtiraçıları deyildi. Dedik axı Avstraliyada yaranmamışdı. Yəni onu sübut edə bilməmişdilər. Amma bumeranqın nə dedik? Mətndə oxuduq ki, bumeranqın inkişafına nə etmişdi? Təsir göstərmişdi. Bu aləti təkmilləşdirmişdilər. Doğru variant B variantı olacaq. 21. Mətnin ümumi məzmununa əsasən müəllif hansı mövqeyini müdafiə edir? Hansı fikri mövqeyini müdafiə edir? Bumeranq Avstraliya mədəniyyətinin simvoludur. Xeyr. Bumeranq Avropada təsadüfən yaranmışdır. Xeyr. Bumeranq bəşəriyyətin ortaq mədəni irsidir. Bəli, doğru variant C-dir. Bu fikri müdafiə edir ki, bumeranq bir xalqa, bir qitəyə məxsus deyil, bütün bəşəriyyətin ortaq mədəni irsidir. Yəni 21-də C variantı. 22. Mətnə əsasən arxeoloji tapıntılar bumeranqın tarixi ilə bağlı yalnız Avstraliyaya məxsusdur fikrini təkzib etməsinin əsas səbəbi nə idi? Gəlin baxaq 22-ci sualda. Avropada daha çox bumeranqın tapılması xeyr. Avropada tapılan nümunənin daha qədim və fərqli materiallarda olması idi. Bəli, doğru fikir bu idi. Çünki tapılan nümunələr nə idi? 23 milyon illik yaşı var idi və fərqli materialdan idi. Yəni mamont dişindən hazırlanmışdı. Ona görə arxeoloji tapıntıların bumeranqın tarixi ilə bağlı yalnız Avstraliyaya məxsusdur fikrini, yəni inkar edir. Ona görə doğru variant B variantı olacaq. Gələk 23-cü suala. Mətndə bumeranqın müxtəlif məqsədlərlə istifadə olunmasının qeyd edilməsi hansı ümumi nəticəni çıxarmağa imkan verir? Qədim insan yalnız ovla məşğul olmuşlar. Bumeranq zamanla öz əhəmiyyətini itirmişdi. İnsan alətləri ehtiyaclarına uyğun dəyişmiş və neyləmişdi? İnkişaf etmişdi. Doğru variant bu idi. Əvvəl ovçuluqla, sonra mərasim üçün, müdafiə üçün istifadə edilmişdi. Yəni ehtiyac yaranmışdı. Artıq bu aləti dəyişdirmişdilər, təkmilləşdirmişdilər. 24-cü sualda. Əgər mətndə Avropa tapıntıları barədə məlumat verilməsəydi, oxucu hansı yanlış fikri nəticəyə gələ bilərdi? Yanlış nəticəyə gələ bilərdi. Avropa haqqında məlumat verilməsəydi, nə olacaq idi? Deyəcəkdi bumeranq Avstraliya aborigenlərinə məxsus alət olduğuna. Bu fikrə deməli gəlib çıxacaq idi ki, bumeranqın Avstraliya aborigenlərinə məxsus alət olduğuna. Amma biz Avropa tapıntıları barədə məlumat verilməsəydi, o qərara gəlib çıxa bilərdi. Çünki bu fikir də yanlış olardı. 25-ci sual. Təksib etmək sözünün mənası nədir? Deməli, baxaq. Hər hansı bir işi görməyə həvəsləndirmə, sövq etmək deyil, yaxşı cəhətlərini üzə çıxarmaq, nöqsanları göstərmək və düzəltmək məqsədi ilə müzakirə edilir. Xeyr, dəyişərək nöqsanlı etmək, korlamaq, yanlış şəklə salmaq, yalan, böhtan olduğunu, doğru olmadığını elan etmək, bildirmək. Düzgün variant 25-də Y variantı olacaqdır. Uşaqlar, suallarımızın izahı bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.